Hacı Şahin toxunulmaz imiş. Düzü axtardım sərəncamları falan, qanunları. Mən elə bir sənədə rast gəlmədim ki, kiminsə ictimaiyyətdəki mövqeyini müzakirə etmək olmaz, qeyri-şəxsi qəbul etmək lazımdır. Bunlardan biri də Hacı Şahin imiş. Ümumiyyətlə Hacı Şahin birinci təhsilini mexanik kimi alıb, ikinci təhsilini isə tarixdən alıb. Mən əvvəlki bir səhifəmdə yadınızda demişdimsə, 4 peşə sahəsi. Əgər dini inanca sahibdirsə, onlar qeyri-peşəkar, onlardan biri də tarixçilər idi. Əgər bir tarixçi Azərbaycanın tarixini yaxşı oxumayıbsa və ya da ki, Azərbaycan tarixində Azərbaycan ərəb xilafətinə qarşı necə döyüşüb, nə tər məğlub olub, bunları bilmir. Bilmədiyi halda tarixçi olur və ya da bildiyi halda elinə, sənətinə xəyanət edir və dindar olur. Deyirsiniz ki, Hacı Şahin alim olub, amma Hacı Şahin alim olması haqda. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Əziz müsəlmanlar, özünü psixoloq adlandıran bu psixoloji xəstə əslində psixoloq deyil, savada ancaq bəsit cümlələr qurmağa çatan birinin qeyri-etik və məntiqsiz uydurmasıdır. Cəfəngiyatın hər sətiri iddia edilən peşəkarlığın əslində nə qədər dayaz olduğunu göstərir. Çıxışlarından birində deyir ki, düzü sərəncamları və qanunları axtardım, amma kiminsə ictimaiyyətdəki mənfi rolunu müzakirə etməyin qadağan olunduğuna dair heç bir sənədə rast gəlmədim. Biz sənə deyirik, sən qanun və sərəncam axtarmaqdan əvvəl ictimai hörmət, etik və ədəb qaydalarını öyrənərdin, axtarardın. Əgər beynində onlardan bir iz qalıbsa təbii ki. Məsələ Hacı Şahinin hüquqi toxunulmazlığı deyil, onun cəmiyyətdə qazandığı sarsılmaz nüfuz və təmiz reputasiyasıdır. Bu nüfuzu mənfi rol kimi təqdim etmək sənin daxili kininin və məğlubiyyətinin açıq etirafıdır. Ey sənəd axtaran savadsız. Daha sonra deyir ki, 4 peşə sahəsinin nümayəndəsi əgər dini inanca sahibdirsə, qeyri-peşəkar hesab olunur. Biz sənə deyirik, bu necə tarixi, psixoloji və ya məntiqi cəfəngiyatdır? Sənin bu iddia etdiyin qayda nəyə əsaslanır? Hansı elmi mənbədən çıxıb? Bu tamamilə sənin şəxsi xəstə fərziyyəndir. Dini inancın peşəkarlığı ləğv etməsi dünyanın heç bir sivil düşüncə sistemində yoxdur. Sən nə ixtisasından danışırsan, ey səfeh? Sən dinə olan qərəzini psixoloji tezis adı ilə satmağa çalışan ucuz bir təbliğatçısan. Daha sonra deyir ki, əgər bir tarixçi Azərbaycan tarixini yaxşı oxumayıbsa və ya Azərbaycan ərəb xilafətinə qarşı necə döyüşdüyünü bilmirsə, o ya bilmədiyi halda özünü tarixçi adlandırır, ya da bildiyi halda qeyri-peşəkardır. Biz sənə deyirik, bəs mühəndis, mexanik və tarixçi təhsili olan birinin dini ictimai lider kimi çıxış etməsi niyə səni bu qədər qəzəbləndirir? Çünki o sənin dayaz ixtisasçı məntiqini alt-üst edirdi. Hacı Şahin biliyini bir neçə diplomla məhdudlaşdırmayan geniş elmə sahib şəxsiyyət idi. Sənin ərəb xilafəti barədə mənasız bir xırdalığa ilişib qalmağın əsas mövzudan uzaqlaşmağa çalışdığının ən aciz göstəricisidir. Sənin özünə isə sən psixologiyadan danışırsan. Sən özün isə psixologiyadan danışırsan. Amma iki cümlə arasında çox təəssüf ki, səbəb-nəticə əlaqəsi qura bilmirsən. Bu, psixoloq adlanan şəxsin əsl problemi əslində peşəkarlığın sərhədlərini dar çərçivədə müəyyənləşdirməyə çalışmasıdır. Lakin Hacı Şahin məhz fərqli ixtisasları birləşdirməklə sənin kimi monopolist və dar düşüncəlilərin əlçatmaz zirvəsinə yüksəlmişdir. Sən özünü psixoloq adlandırırsansa, əvvəlcə başqasının uğruna qısqanclıq, hörmətsizlik və qərəz kimi hisslərin psixoloji təhlilini apar. Sənin bu çıxışın elmi analiz deyil, bədbin bir ruhun çirkin intiqam cəhdidir. Və sonda sənə bir tövsiyəmizi eləyək ki, çalış özünü psixoloqa göstər. Ey psixoloq.